992 avro. Qorxulu limit yoxsa planlı həyat? 992 avro nədir? Bu sistemin məqsədi çox sadədir. Dövlət sənin Almaniyada təhsil alarkən yaşam xərclərini təmin edə biləcəyindən əmin olmaq istəyir. Yəni bu pul sənin təhlükəsizliyindir. Sənin planlı yaşama mexanizmində, dövlətində qarantiyasıdır. Amma real həyatda bəzən fərqli cür olur. Bu məbləğ böyük şəhərdən kiçik şəhərə görə reallıqda dəyişə bilər. Kiçik və orta şəhərlərdə bu kifayət edir yaşam xərclərini ödəməyə, kirayəyə, sığortaya, qidalanma xərclərinə. Amma Berlin, Münih, Hamburg, Frankfurt kimi böyük şəhərlərdə kirayə haqqıları daha artıq olduğu üçün bəzən bu məbləğ kifayət eləmir. Ona görə də siz universitet və şəhər seçərkən bunu nəzərə alın. Çünki oradakı kirayələr 500 avrodan 1000 avroya qədər dəyişə bilər. Amma bunun digər müsbət tərəfi də var. Həmin şəhərlərdə iş tapmaq, karyera qurmaq, hətta ingilis dilində iş tapmaq daha realdır. Siz tələbə olaraq sizin həftəlik zaten 20 saat işləmə hüququnuz var və bu 20 saatı işləsəniz artıqlaması ilə qazanıb öz yaşam xərclərinizi tam sərbəst ödəyə biləcəksiniz. Kiçik şəhərlərdə isə bu məbləğ kifayət eləyir. Yaşam xərcinə, sığortaya, kirayəyə və qidalanmaya tamamilə bəs eləyir. Almaniyada təhsil təkcə auditoriyada baş vermir. Orada oxumaq planlı yaşamağı öyrənməkdir.